29 oktyabr 2022-ci il tarixindən Bakı şəhəri Xətai rayonunda yerləşən Hicaz mərasim evindən şəhidimiz Həsənov Ceyhun Aydınoğlunun mövlud günü və şəhidimiz Zazadə Həsən Vüqaroğlunun anım mərasimi keçirildi. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Mənim xəyallarım vardı, mənim öz dünyam vardı, mənim sevdiyim vardı, mənim sevgilim vardı. Ana, mən şəhid oldum, yerim gözəldi, təki ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Vətən sağ olsun, İlahi əsgərlərimizi qoru. Suraxanı rayonu Könüllü İctimai Nəzarət Təşkilatının sədri Elşən İsmailov, üzvləri Salih Mehrəliyev, Nazilə Orucova, Nizami rayonu Könüllü İctimai Nəzarət Təşkilatının təhsil üzrə sədr müavini Arzu Edilova, Binəqədi rayonu Könüllü İctimai Nəzarət Təşkilatının sədri Zinyət Sultanova, Xətai rayonu İcra Hakimiyyət üzvləri, şəhid ailələri, qazilərimiz və başqa təşkilat nümayəndələri iştirak etmişlər. Hər iki şəhidimizin valideynlərinə Könüllü İctimai Nəzarət İctimai Birliyin sədri hörmətli Təyyar Zülfüqarovun adından və öz adımızdan başsağlığı verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Quruluşçu və montaj Ruslan Salmanov.